Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla çox dadlı, xırçıltılı qoğal hazırlayacağım. Əvvəlcə acıtma hazırlayıram. 4də 1 stəkan ilıq suya, 1 yemək qaşığı un, 1 dolu olmayan çay qaşığı maya, 1 çay qaşığı da şəkər əlavə edib qarışdırıram. 4-5 dəqiqə sonra acıtma hazır olur. 1 kiloqram ələnmiş un götürmüşəm. Üzərinə təxminən 1 çay qaşığı qədər sarı kök əlavə edirəm. 1 dolu çay qaşığı duz. 3 yumurtanın sarısını əlavə edirəm. Üzərinə 1 yemək qaşığı qatıq, 100 qram duruldulmuş kərə yağı əlavə edirəm. Qatığı xama ilə, kərə yağı margarinlə əvəz edə bilərsiniz. Hazırladığım acıtmanı əlavə edirəm. 1 stəkan ilıq südü də əlavə edib əlimlə xəmir yoğururam. Xəmir bərk olarsa üzərinə ilıq su əlavə edəcəm. Suyu az-az əlavə edin. Birbaşa əlavə etmək olmaz. Sonradan xəmiriniz sıyıq olar. Bu xəmirə təqribən sonradan 1 stəkan su getdi. Bilmədən suyu çox əlavə etmisinizsə, xəmir sıyıq olarsa onun miqdarını artırmaq olar. Sonradan içərisinə yarım stəkan da duru yağ əlavə edirəm. Yumşaq, ələ yapışmayan xəmir alınmalıdır. Əlimlə yaxşıca yağı tam canına çəkənəcən yoğururam. Hazır xəmir bu cür olmalıdır. Görürsünüz, bu cür yumşaq olduqda sonradan yuxaları yaymaq daha asan olur. Əlimlə bir yerə yığıram. Hazır xəmirin üzərini streçlə, çay dəsmalı ilə örtüb, isti yerdə acıyanacan saxlayıram. Xəmir acıdığı müddətdə içliyi hazırlayıram. Cirə və raziyananı əvvəlcə azacıq qovururam. Sonra qəhvəüyüdən maşında üyütdüm. Bu cür ələkdən keçirdirəm. İstəsəniz, ələkdən keçirtməyib də əlavə edə bilərsiniz. Hər birindən 1 yemək qaşığı əlavə etdim. Çay qaşığının ucunda istiot, 1 yemək qaşığı duz. Biraz da sarı kök əlavə edirəm. 2 stəkan yarım ələnmiş un, 100 qram da kərə yağı əlavə edib əlimlə umaç hazırlayıram. İçlik mütləq kərə yağı ilə olmalıdır. Kərə yağı vurmasanız sonradan mədədə qıcqırma verər qoğalı yeyərkən. Hazır içliyi də tavada unun qoxusu çıxanacan biraz qovururam. İçliyi azacıq qovurduqda uzun müddətli soyuducuda saxlaya bilərsiniz. Öz keyfiyyətini itirmir. Artıq gördüyünüz kimi xəmir acıyıbdır. Üzərindəki salafanı götürürəm. Əlimlə xəmirin havasını çıxardıram. Sonda 10 ədəd kündə hazırlayıram. Hazırladığım kündələrin üzərini salafanla örtürəm ki, qurumasın. Bir-bir götürüb yayacağım. Xəmirin dəzgahın üzərinə yapışmaması üçün dəzgaha biraz duru yağ çəkirəm. Kündənin üzərinə dəzgaha un səpib oxlovla yayıram. Nazik yuxa yayıram. Qoğalın yuxası nə qədər nazik yayılsa, bir o qədər qatlar daha nazik, daha xırçıltılı alınır. Hazır yuxa bu cür olmalıdır. Oxlov yardımı ilə dəzgahın üzərinə yerləşdirirəm. Kənarların əlimlə düzəldirəm. Əridilmiş kərə yağı götürmüşəm. Üzərinə 5 yemək qaşığı da duru yağ əlavə edib qarışdırıram. Hazır yağdan yuxanın üzərinə əlavə edib hər tərəfinə yayıram.
Yağı çəkdikdən sonra kənarlarını genişləndirirəm. İkinci qatı yerləşdirib, yuxaların uç hissələrini bir-birinin üzərinə gətirirəm. Yuxalar asanlıqla dartılır. Xəmir yumşaq olduğundan cırılma ehtimalı az olur. Hər qatı üst-üstə yerləşdirib, kənarlara doğru genişləndirdikdən sonra hər birinə ayrı-ayrılıqda yağdan əlavə edib, hər tərəfinə eyni qaydada çəkirəm. Yağı çəkdikdən sonra da xəmiri kənarlara doğru çox ehtiyatla dartıb genişləndirmək olar. Artıq sonuncu qatı yerləşdirirəm. Üstdəki yuxanı digərlərinin boyuna çatdırıram. Üzərinə yağ əlavə edib hər tərəfinə çəkirəm. Yağı çəkdikdən sonra xəmiri rulet şəklində bükürəm. Biraz dartaraq bükmək lazımdır ki, yuxalar daha da nazilsin. İstəsəniz tək-tək kəsib bükədə bilərsiniz. Rulet şəklində bükdükdən sonra xəmiri bu cür hissələrə bölürəm. Qoğalı böyük və yaxud da kiçik ölçüdə hazırlaya bilərsiniz. Kəsdiyim hissənin uç hissəsini içəriyə doğru qatlayıram. Xəmiri bu cür kənarlara doğru genişləndirdikdən sonra içərisinə içlikdən əlavə edirəm. Qaşıqla azacıq üzərindən basıb uç hissələrini bu cür birləşdirirəm. Əlimlə üzərindən azacıq basıram. Digərlərini də eyni qaydada hazırlayıram. Kənarlara doğru xəmiri genişləndirib içlikdən əlavə etdikdən sonra bükəcəm. Hazırladığım qoğal formalarını listrə düzürəm. Üzərini streçlə, çay dəsmalı ilə örtüb acıyanacan saxlayıram. Qoğanın xəmiri yaxşı acıdıqda sonradan qoğallar yumşaq alınır. Acımış xəmirin üzərini açıram. 2 ədəd yumurta sarısına 3 yemək qaşığı duru yağ əlavə edib qarışdırmışam. Qoğalların üzərinə çəkirəm. Sonda üzərinə çörək otu əlavə edirəm. $200 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm. Üzəri qızarana yaxın konveksiya rejimində bişirmək lazımdır ki, içərisi tam bişsin. Artıq gördüyünüz kimi qoğallar hazırdır. Həqiqətən də çox gözəl, ləzzətli, dadlı qoğal alınıb. Qatları tək-tək seçilir. Həm də ki, neçə gün qalırsa qalsın boyatlamır. Həqiqətən də çox ləzzətli, xırçıltılı qoğal alınıb. Hazırlayıb dadına baxmağa dəyər. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə, abunə olmağı unutmayın. Hazırlayacaq olanlara